İnsan gərək İmam Hüseyin əleyhissalamın qara qulu olan Con kimi olsun. O Con əvvəllər Əbazər əl-Qəffarinin quluydu. Əbazər şəhadətə çatandan sonra gəldi Əhl-i Beytə qoşuldu. Deyirlər Con gəldi İmam Hüseyin əleyhissalamdan icazə almağa ki, ağa mənə də icazə ver meydana gedim. İmam Hüseyin əleyhissalam dedi ki, ey Con, sən biz Əhl-i Beytə çox xidmət eləmisən. Mən sənin üzərindən beyətimi götürürəm. Geç, yolun açıq olsun. Biz səndən razıyıq. Allah da səndən razı olsun. Con qayıtıb dedi ki, ya Əbu Abdillah, mən qara dəriliyəm deyə, mən qulam deyə, mənə layiq görmürsən şəhadətə çatım Həzrəti Əli Əkbər kimi. Özünü bu qədər xidmət eləmişdi Əhl-i Beytə. Amma yenə də özünü əskiyi bilirdi. İmam Hüseyin əleyhissalam ona icazə verdi. İmam Hüseyin əleyhissalama çox toxundu dilləri, qəlbinə çox toxundu Conun sözləri. İcazə verdi Cona ki, get meydana. Deyirlər, Con şəhadətə çatandan sonra ki, İmam Hüseyin əleyhissalam gəlib onun başını dizinin üstünə alanda, deyib Con başını çəkirdi kənara. Deyirdi ki, bu dizin üzərinə Əli Əkbər başını qoyub, mən layiq deyiləm. Fikir verirsiniz, ən yüksək dərəcədədir, şəhadət dərəcəsindədir Con. Amma bu qədər elədiyi əməllə, bu qədər elədiyi fədakarlıq və xidmətlə yenə də məğrurlanmır, yenə də özünü əski bilir, yenə də özünü naqis bilir imamın müqabilində. İnsan gərək bu cür olsun, Con kimi olsun. Con kimi olsa insan nicat tapar. Yoxsa əgər insan fərqi yoxdur, namaz da qılsa, oruc da tutsa, hansı əməli eləyirsən elə, onunla qürurlandın bilginən ki, Şimrə yaxınlaşırsan. Şimrin düşüncəsinə, təfəkkürünə yaxınlaşırsan.